Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina habibi kulubina, şefi'i zunubina, Ebil Qasim Muhammed. Allahümme salli. Ve ala alihi tayyibina tahirin el ma'sumin el mukarremin. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. قال الله تعالى في محكم كتابه بسم الله الرحمن الرحيم ولا تحسبن الذين قتلوا في سبيل الله أمواتا بل أحياء عند ربهم يرزقون آمنا بالله وصدق الله العلي العظيم. السلام عليكم ورحمة الله وبركاته. Əziz möminlər, cümə gününüz mübarək olsun. Allah Teala bu günün bərəkətindən, rəhmətindən, məğfirətindən sizləri və bizləri binəsib etməsin. Və bu günlərdə sizi və özümü ilahi təqvaya dəvət edirəm, ilahi təqvanı tövsiyə edirəm. Allah buyurur: "Vettaqullah və kunu ma'as-sadiqin." Təqvalı olun və həmişə doğrularla birgə olun. Bugünkü mövzumuz bildiyiniz kimi sabah sentyabr ayının 27'si şəhidlərimizin anım günüdür. İnşallah bu münasibətlə də sabah günorta namazından sonra şəhidlərimizin ruhuna Kur'an-ı Kerim oxunacaq, dualar oxunacaq, ithaf olunacaq. Şəhidlər qarşısında bizim hər birimizin böyük bir məsuliyyəti var və onların bizim üzərimizdə danılmaz böyük bir haqqı var. Allah Kur'an-ı Kerimdə buyurur: "Və la tahsabannallazina qutilu fi sabilillahi amwata." Allah yolunda qətlə yetirilənləri ölü hesab etməyin. Ölü hesab etmə. Bəl əhyəun ində rabbihim. Onlar Allah yanında diridilər, yurzaqun və onlara orada ruzi verilir. Şəhid sözü xüsusi bir müqəddəslik və xüsusi bir əzəmət kəsb eləyir. Ümumiyyətlə bütün xalqlarda, bütün millətlərdə, bütün dövlətlərdə vətən uğrunda, vətənin suverenliyi uğrunda, müstəqilliyi uğrunda, müqəddəsat uğrunda canını fəda edən hər bir xalq tərəfindən, hər bir millət tərəfindən təqdirlə qarşılanıb, həmişə gözəl şəkildə anılıb, xatırlanıbdır. Amma şəhid kəlməsi İslama məxsus olan bir kəlmədir. Bu sözü, bu mənanı, bu termini İslam dininin ortaya qoyduğu bir məsələdir. Siz baxsaz, məsələn, istər Sovet döneminde yaşamış insanlar var burada ki biz de kitablardan okuyardıq. Ki mesela filan kəs qəhrəmancasına həlak oldu. Həlak olmaq yəni məhv olmaqdır. İslam Allah yolunda, müqəddəsat yolunda, vətən yolunda, namus yolunda, irz yolunda, şərəf yolunda qətlə yetirilənlərə şəhid dedi. Ki bu kəlmədə həlak mənası yoxdur. Bu kəlmədə məhv olmaq anlamı yoxdur. Və İslamda şəhadət ali məqsədlər üçün, ali hədəflər üçün insanın öz canından keçməsi ki bu şəxslər şəhid adlanır. Şəhid İslama görə insanın mənəvi seyrində çata biləcək ən yüksək kamillik məqamına, mərtəbəsinə çatmış birisidir. İnsan ki mənəvi seyrində gəlib bir məqama çata bilər, bir kamilliyə çata bilər. Şəhid İslam məfhumuna görə bu məqamı əldə etmiş bir şəxsdir. Niyə şəhid adlanır? Niyə dinimiz Allah yolunda qətlə yetirilənə şəhid deyibdir? Çünki o Allah yolunda qətlə yetirilməklə, Allah yolunda canından keçməklə inandığı Allahın varlığına, axirətə və ilahi dəyərlərə şahidlik eləyir ki, mən həqiqətən də bu inamımda mən yəqin mərhələsindəyəm, mən əminlik mərhələsindəyəm və bunu canımı verməklə, qanımı verməklə də subut edirəm. Ona görə də şəhid Allah yanında həydir, diridir, Allah yanında xüsusi bir ruziyə sahibidir. Cəmiyyətdə müxtəlif insanlar var ki, bəşər üçün, bəşəriyyət üçün, cəmiyyət üçün xidmət ediblər. Alim öz elmi ilə, filosof öz fəlsəfə fikirləri ilə, ixtira edən öz ixtiraları ilə, əxlaq müəllimi təlimləri ilə
görürsən ki, xidmət eləyir. Amma bunların hamısının xidmət göstərməsi üçün, bunların hamısının bəşəriyyətə xidmət etməsi üçün əmin-amanlığın hakim olduğu bir ab-havaya ehtiyac var. Ki, həmin ab-havanı şəhid öz fədakarlığı ilə, öz canından keçməklə təmin eləyir. Şəhid sanki bir şam kimidir. Yanır, əriyir, fəna olur, amma ətrafını işıqlandırır, ətrafını nura qərq eləyir. Dinimizdə bilirsiniz, şəhadət iki qismə bölünür. Ki, biz fiqh kitablarına, şəriət kitablarına da baxsaq, şəhidlər iki dəstəyə ayrılır. Bir, budur ki, Peyğəmbər dönəmində, məsum dönəmində, imam dönəmində, məsum imamın Peyğəmbərin vaxtında döyüşdü, döyüş meydanında canından keçib, şəhid olub, yaxud döyüş davam eləyir, yaralanıb və döyüş meydanından kənarda şəhid olub. İkinci isə İslami müqəddəsat uğrunda, ilahi dəyərlər uğrunda, vətən uğrunda, müsəlmanların torpağı uğrunda, müsəlmanların şərəfi uğrunda, namusu uğrunda, hətta öz irz və namusu şərəfi uğrunda canından keçən bir şəxs. Ki, bu da şəhiddir. Birinci qism şəhidlərdə fikrimizdə xüsusi bir ədəb ərkan qaydalar, xüsusi bir şəriət hökmləri var. Bilirsiniz ki, şəhid digər meyit hökmləri ona tətbiq olunmur. Bəzi hissələri tətbiq olunur, bəziləri tətbiq olunmur. Ki, şəhid qüsul verilməz, kəfən verilməz. Öz qanlı paltarında onun üçün cənazə namazı qılınıb dəfn edilər. Bu özündə xüsusi bir, dərin bir mənanı ehtiva eləyir. Çünki şəhidin ruhu elə bir paklığa gəlib çatır ki, elə bir yüksəkliyə gəlib çatır ki, bu paklıq, bu yüksəklik onun bədənində öz təsirlərini, öz izlərini buraxır. Onun qanında öz izlərini buraxır. Hətta əyninə geyindiyi libasa belə təsir eləyir ki, bunlar artıq, görürsünüz, xüsusi bir önəm kəsb eləyir. Şəhidin bədəni, əgər belə demək mümkünsə, sanki ruhlaşıbdır, ruhun özünə çevrilibdir. Onun ruhunun paklığı, onun təfəkkürünün aliliyi, onun danılmaz, əvəz olunmaz fədakarlığı onun bədəninə, onun libasına bir şərəf veribdir, paklıq veribdir. Ona görə də şəhid öz libasında, öz qanlı libasında o cürüzü də dəfn olunur. Bu dinimizdə şəhidin xüsusi bir müqəddəsliyini kəsb eləyir. Xüsusi bir müqəddəsliyə sahib olduğunu göstərir. Ki, bu müqəddəsliyin mənşəyi nədir? Niyə şəhadət müqəddəslik gətirir insana? Bu müqəddəslik təkcə ona görə deyil ki, burada bir ölüm də var. Ölümün müxtəlif növləri var. Təbii ölüm ki, insan məsələn yaşayır, yaşlanır, qocalır və sonunda dünyasını dəyişir. Allah Teala Qur'an-ı Kerimdə buyurur, İnnəkə meyyitun və innəhum meyyitun. Ya Resulallah, sən də öləcəksən, onlar da öləcək. Bu hər kəs üçün keçərlidir və hər kəs üçün bir hökmdür. Hamı buna məhkumdur. Kulli nəfsin zəiqətil mevt. Ki, hər kəs bu ölümü dadacaq. Bu təbii ölümdür. Bu təbii ölüm də bəzən baş verdikdə də görürsən ki, bir o qədər də təəssüf hissi yaratmır insanda. Böyük təəssüf hissi yaratmır, böyük qəm-kədər yaratmır ki, yaşadı, ömrünü maşallah var, ahıl yaşına gəldi, çatdı, uzun ömür yaşadı və dünyasını dəyişdi. Bəzən görürsən ki, məsələn, insan hüzurdan uzaq olsun, Allah hüzurdan uzaq etsin, ağır bir xəstəliyə düçar olubdur, sağalmaz bir xəstəliyə düçar olur. Yaxud təbii fəlakətlər nəticəsində dünyasını dəyişir. Bu insanın ixtiyarında deyil. Bu heç kəsdə bundan sığortalanmayıbdır belə bir ölümdən. Belə bir ölüm insanda təəssüf hissi yaradır. Ki, məsələn, insan arzuları vardı, həyatda müəyyən işlər görəcəkdi, müəyyən bir təbii fəlakət və ya sağalmaz xəstəlik onun dünya həyatını sonlandırdı. Bəzən, məsələn, ölümə səbəb cinayətdir. Qatil haqsız yerə günahsız bir insanı qətlə yetirir. Bu da təəssüf hissi yaradır. Məzlum olaraq bu insan dünyadan gedir. Bəzən insan intihar eləyir ki, bu da dinimizdə bilirsiniz haramdır. Bu günah ölümüdür. Və ən sonunda şəhadət. Ki, baxmayaraq ki, burada da ölüm var, ölümə görə müqəddəs deyil şəhidlik. Şəhidlik ona görə müqəddəsdir ki, bu müqəddəs hədəf uğrundadır. Qur'an-ı Kərimin ifadəsi ilə desək, fi səbilillah, Allah yolundadır. وَلَا تَحْسَبَنَّ الَّذ۪ينَ قُتِلُوا فِي سَب۪يلِ اللّٰهِ Allah yolunda qətlə yetirilenləri ölü hesab etməklə. Şəhadətin iki əsas sütunu var. Şəhidliyin iki əsas sütun üzərində dayanıbdır. Birincisi budur ki, hədəfin müqəddəsliyidir. Şəhidin məqsədi müqəddəs bir məqsəddir. Allah üçündür, din üçündür, vətən üçündür.
Necə ki, bizim şəhidlərimiz hədəf müqəddəs bir hədəf idi. İşğal olunmuş torpaqların azad edilməsi idi, müsəlmanların müqəddəsatının azad edilməsi idi, müsəlmanların namusunun, irzinin, şərəfinin qaytarılması idi. Ki, neçə illər öncə yağı düşmən bizi zəif bilib, işğal etmiş və zülümlər etmiş və bu zülmün, bu haqsızlığın cavabı verilməmişdi. Haqqın bərpası idi. Şəhid məqsəd, hədəf ali olmalıdır, müqəddəs olmalıdır və bu müqəddəs hədəf uğrunda ölüm. İkinci sütun budur ki, şəhadət idrakla olmalıdır. Şəhadət körtəbii şəkildə deyil. Şəhid nəyin üzərinə getdiyini çox yaxşı bilir. Azərbaycanın milli qəhrəmanı, bizim şəhidimiz Mübariz İbrahimov. Görürsünüz, şəhid olmadan öncə bir məktub yazır və nəyə görə getdiyini də orada qeyd eləyir ki, mən şəhid olacağım. Bizim şəhidlərin hamısını axtarsaq həyatında bu məqam var ki, şəhidliyə düşüncə ilə, idrakla, ağılla gediblər. Təsadüf, körtəbii şəkildə deyil bunların şəhadətə çatması. Çünki şəhid cihad məsuliyyətini anlayır. Bilir ki, cihad Allahın xüsusi bəndələri üçün açdığı bir qapıdır. Əmir əl-Möminin əleyhissalamın Nəhcül Bəlağədə bir xütbəsi var, cihad xütbəsi. Həzrət buyurur ki, فَإِنَّ الْجِهَادَ بَابٌ مِنْ أَبْوَابِ الْجَنَّةِ Həqiqətən də cihad cənnət qapılarından bir qapıdır. Fətəhəhullah li xassəti ibadihi və yaxud da əvliyaihi. Allah bunu ən məxsus dostları üçün açıbdır bu qapını. Quran-ı Kərimdən də əldə etdiyimiz ayələrdən əldə etdiyimiz budur ki, cənnətin deyir 8 qapısı var. Bu ona görə deyil ki, cənnətin qarşısında böyük bir izdiham yaranacaq və insanlar rahat keçsin. Bu məqamlardır, mərtəbələrdir, mərtəbələrə görədir ki, həmin mərtəbələrdən də biri bax, şəhidlər və qazilər üçün olan qapıdır. Ki, Əmir əl-Möminin buyurur ki, cihad cənnət qapılarından bir qapıdır. Allah bunu xüsusi vəliləri, övliyaları, dostları üçün açmışdır. Dünya həyatında hər kəsin bir məntiqi var. Hər kəs müəyyən bir məntiqlə yaşayır, müəyyən bir düşüncə ilə yaşayır. Bəziləri, məsələn, dünya həyatından yaşayışına baxsan, məqsədin nədir, hədəfin nədir? Karyera qurmaq, uğur qazanmaq, böyük bir biznesmen olmaq, məşhur insan olmaq, var dövlət toplamaq, hərənin bir cür bir düşüncəsi var, bir məntiqi var və ona uyğun olaraq da yaşayır. Şəhidin məntiqi bütün insanların məntiqindən fərqlənir. Şəhid cəmiyyətinin xoşbəxtliyi üçün yaşayır. İmam Hüseyin əleyhissalamın həyatına diqqət edək. Çoxları görürsünüz, İmam Hüseyin əleyhissalama nəsihət edirdilər ki, İraqa getmə. Qoy İraq əhli Əməvlərlə, bu Yezidlə özü qarşı-qarşıya çıxsın. Əgər qalib gələrsə, işlər saxmana düşər və sən gedərsən. Bunların həyat məntiqi budur, yaşamaq, rahat yaşamaq, sıxıntı, əziyyət çəkməmək. Amma şəhidin həyat məntiqi bu deyil. Şəhid yanmaq istəyir, ətrafı işıqlandırmaq istəyir. Onun məntiqi cəmiyyətin bədənində əriməkdir, əriyib cəmiyyətin bədənində fəna olmaqdır, yox olmaqdır. O istəyir ki, onun qanı cəmiyyətin tamam bütün damarlarına hopsun. Şəhid şəhadəti Allahla görüş hesab eləyir. Şəhadət Allaha qovuşmanın ən qısa yoludur. Ki, bəzən məsələn görürsə, ariflər Allaha vüsal, Allaha çatmaq, irfanda, təsəvvüfdə bu barədə çox bəhslər olunub. Ən qısa yol bilsin nədir? Ən qısa yol şəhadət şərbətini içməkdir. Ona görə də heç kəs bu şəhidin gəlib məqamına çata bilmir, mərtəbəsinə gəlib çata bilmir. İnsanla Allah arasında pərdələr var, hicablar var. Ən böyük hicablardan biri nədir? Nəfsdir. Nəfs ən böyük bütdür. Nə qədər ki, insan nəfsinə tabedir, insan Allahdan qəflətdə olacaqdır. İlahi qürbdən uzaq olacaqdır. Allaha yaxın ola bilməyəcəkdir mənəvi cəhətdən. Nəfs bizim ən böyük düşmənimizdir. Bu düşmənə qalib gəlmədikcə insan Allaha qovuşa bilməz, Allaha çata bilməz. Şəhid bir anın içində bu nəfsə qalib gələ bilir. Bir anın içində. Bəzən biz illərlə ömrümüzü sərf edirik, ibadət edirik, namaz qılırıq, dualar edirik, Quran-ı Kərim oxuyuruq, hədislər eşidirik, dinləyirik, amma nəfsimizi tərbiyələndirə bilmirik. Yenə də nəfsimizin əlindəəsirik. Nəfsimizin diktəsinə əməl edirik. Nəfs bizə nəyi diktə edirsə, onu yerinə yetiririk. Nəfsin diktələrindən biri də budur ki, insan rahat yaşasın, keyflə yaşasın. Amma şəhid görürsünüz, bütün bu nəfsani diktələrdən çıxa bilir, nəfsinə hökm eləyə bilir. Bir anın içində nəfsinə qalib gəlir, ölümün gözünə dik baxır və
ölümü Allahla liqa, Allahla görüş hesab eləyir. Ona görə də şəhadət kamillik yolunda, mənəvi seyirdə ən qısa bir yoldur ki, bir anın içində insan bunu əldə edə bilər. Bir anın içində insan ən yüksək məqamlara gəlib çata bilir. Ki, şəhidin tökülən o qanı heç vaxt hədər deyil. Hər qətrəsi minlərlə, milyonlarla qətrələrə çevrilib insanların damarlarına sanki axır. Ona görə də Həzrət Rasulullah sallallahu aleyhi və səlləm hədis şərifdə belə buyurur. Allah Resulü buyurur ki, "Mə min qatratin ahabbu ilallahi min qatrati damin fi sabilillah." Allah üçün ən sevimli qətrə Allah yolunda axıdılmış qanın qətrəsidir, o qan damcısıdır. O şəhidin bir qətrə qanıdır. Şəhadət sanki ümmətin, cəmiyyətin damarlarına bir peyvənddir. Cəmiyyətdə bir mənəvi bir immunitet yaradır. Cəmiyyət ali dəyərlərə bağlılıq yaradır. Ona görə də şəhid əbədilik əldə edir. Hər kəs müxtəlif yollarla əbədilik əldə edir cəmiyyətin içərisində. Əbədiləşir, adı əbədi qalır. Ki, alim görürsən, cəmiyyətlə, öz elmi ilə, öz şəxsiyyəti ilə vəhdət tapır və adı qalır, əbədiləşir. İxtira edən, etdiyi ixtiralarla, bəşəriyyət etdiyi xidmətlər sayəsində adı əbədiləşir, əbədi qalır. Şəhid canını qurban verməklə əbədiləşir, qanını tökməklə əbədiləşir. Və bu ən üstün əbədilikdir. Digər bir hədisdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur, "Fəvqə kulli zi birrin birrun." Hər bir yaxşı əməl, salih əməldən üstün bir salih əməl var. Ki, məsələn, bir yaxşı iş var, ondan da yaxşı iş var. Bunu eləyirsən, ondan da gözəl iş var. Sonra buyurur, "Hətta yuqtələ fi səbilillah." Ta ki, insan Allah yolunda qətlə yetirilə. Və izə qutilə fi səbilillah fəleysə fəvqəhu birrun. Elə ki, Allah yolunda qətlə yetirildi, onun üstündə da bir üstün yaxşı əməl yoxdur. Ən üstün bir yaxşı əməldir. Böyük bir məqamdır şəhidlik. Bəzən görürsən deyirlər ki, şəhidə niyə ağlayırıq? Şəhidə niyə hüzünlənirik? Qəm-kədər nə üçün? Şəhidlərimizi, istər İslam şəhidləri olsun, İmam Hüseyin əleyhissalam şəhidlər sərvəridir, şəhidlər ağasıdır. Elə şəhadət məktəbini bizə İslam təlqin edib, İslam bizə öyrədib, İslam bizə sevdiribdir, İmam Hüseyin əleyhissalam bizə şəhidliyi sevdiribdir. Və bəzən bu iradlar gəlir ki, İmam Hüseyin əleyhissalama niyə ağlayırsınız? Bu ümumi fonda şəhidə ağlamağın əleyhinədir. Bu fikir xətərli bir fikirdir, təhlükəli bir fikirdir ki, şəhidlərin unudulmasına yönəlik bir fikirdir. Biz hər zaman şəhidlərimizi xatırlayırıq. Məscidlərimizə baxsaq, möminlərimiz, həmd olsun Allah, hər namazlardan sonra şəhidlər üçün dua edilir, şəhidlər üçün xatırlanır. Bir çox şəhidlərimiz də vardı ki, elə məscidlərdən çıxıb getmişdilər. Mən bir dəfə bunu demişdim, yenə yadıma düşdü, xatırlatmaq istəyirəm. Ki, Bakı şəhərində xəstəxanaların birində idim, bir nəfər də qazi var idi. 50-lik dərəcəsi üçün gəlmişdi müraciət eləməyə. Elə o ilə həm söhbət olduq, biraz oturduq, söhbət elədik, yaralanmışdı özü də döyüşdə. Bildi ki, mən ruhaniyəm, dindaram. Dedi, qardaş, mən elə oğlanlar gördüm ki, onlar əyilmək zadı yox idi onlarda. Onlar dik durub, ya Hüseyin deyib, düşmənin üstünə gedirdilər. Çığırırdıq üstlərinə ki, əyilin aşağı. Əyilin aşağı deyirlər, yox, biz bura əyilmək üçün gəlməmişik, biz şəhadət şərbət içmək üçün gəlmişik, biz şəhid olmaq üçün gəlmişik. Belə bir insanları unutmaq mı olar? Peyğəmbər sallallahu aleyhi və səlləmin dönəmində bilirsiniz, bir çox döyüşlər olmuşdu. Ühud döyüşündə Peyğəmbərimizin əmsi Həmzə ibn Əbdülmuttəlib şəhid oldu. Çox ağır şəkildə şəhid etdilər. Əbu Süfyanın zövcəsi Hind, Muaviyyənin anası Hind. Bir nəfəri muzduru tutdu, Vəhşi adında, yaxşı, məşhur nizə atan idi. Döyüş meydanında Həmzəni nişan verdilər ona, pusqu qurdu, xaincəsinə Həmzəni nizə ilə vurub qətlə yetirdi. Sonra da Hindəni gətirdi Həmzənin cənazəsinin üstünə, Həmzənin sinəsini yarıb ciyərini çıxartdırdı Hində. Onun ciyərini çiynədi. Akilətul Əkbad deyilir ha. Ziyarət-i Aşırada da var ki, ciyər yeyən Hində. Həmzənin qulağını kəsdilər, burnunu belə kəsdilər. Allah Resulü Həmzəni Ühuddə dəfn etdi. Bəzi hədislərimizdə də var ki, Həmzə üçün 70 təkbirlə namaz qıldı. Heç kəs üçün Allah Resulü bu qədər təkbirlə cənazə namazı qılmayıb. Cənazə namazı 5 təkbirlə qılınar. Həmzə üçün 70 dəfə təkbir dedi Allah Resulü. Mədinəyə qayıtdılar müsəlmanlar, şəhidlərini dəfn etdilər, qayıtdılar. Muhacirdən, ənsardan 70-ə qədər şəhid vermişdi müsəlmanlar Ühuddə.
Hüzünlənirdilər, kədərlənirdilər, adlarını çəkirdilər ağlayarkən. Allah Resulü gördü ki, Həmzə üçün ağlayan yoxdur. Çünki Həmzənin əhləyalı, ailəsi Məkkədə idi, Mədinədə deyildi. Deyir, Allah Resulünün gözləri yaşardı, dedi, əmmə Həmzə fələ bəvakiyə ləh. Həmzənin heç bir ağlayanı yoxdur. Ənsar bu sözü eşitdi, xanımlarına xəbər göndərdilər ki, Həmzə üçün də ağlayın. Həmzə üçün də ərəblər buna risa deyir, risa, mərsiyə sözü də ərəb sözüdür, buradan götürülüb. Ki, Həmzənin də adını qeyd edin, Həmzə üçün də ağlayın. Hətta Mədinə əhlində bu uzun illər, uzun əsrlər adət olmuşdu ki, öz dünyadan köçən bir əzizləri olduqda öncə Həmzə üçün ağlayardılar, Həmzənin adını çəkərdilər, sonra öz yaxınları üçün ağlayardılar. Şəhid üçün ağlamaq, şəhidin izzətini göstərir. Allah Resulü bir hədisdə buyurur ki, o meyyit ki, o ölü ki, onun ardınca ağlayan yoxdur, onun izzəti yoxdur. Biz bir əzizimizi itirəndə hüzünlənirik, kədərlənirik. Bir adam dünyadan keçib xəbəri eşidirsən, səndə heç bir təəssüf hissi yaratmır, heç bir qəm, kədər hissi yaratmırsa, demək o insanın bir izzət olmayıb, sənin üçün əziz olmayıb. Şəhidlərimiz bizim üçün əzizdir və həmişə də izzətlidir və həmişə onları biz ehtiramla yad etməliyik. Düzdür, şəhadət böyük bir qələbədir ki, bayaq sözümüzdə də dedik bunu. Elə bir məqamdır ki, heç bir kəs o məqama gəlib çatmayıb. Şəhadət fərdi baxımından şəhid üçün çox böyük bir məqamdır. Əmir əl-Möminin əleyhissalam başına qılınc zərbəsi dəyəndə nə dedi? Fustu və Rabbil Kəbə. Kəbənin Rəbbinə and olsun ki, qalib gəldim, nicat tapdım, xoşbəxtliyə çatdım, səadətə çatdım. Şəhidlərimiz böyük bir səadətdədir, böyük bir məqamdadır. Buna cəhətdə bu cürdür, fərdi baxımdan bu cürdür. Amma biz cəmiyyət olaraq böyük bir şəxsiyyət itirmişik. Elə igid oğlanlar itirmişik ki, onların əvəzi verən olmayacaqdır. Malikə Əşdəri eşitmişsiniz də, Əmir əl-Möminin əleyhissalamın xas səhabələrindəndir, böyük bir sərkərdədir. Malik Əşdəri ki, Misrə göndərirdi, yolda Maliki zəhərləyib qətlə yetirdilər. Xəbər əleyhissalama gəlib çatanda hüzünləndi, kədərləndi və bu sözlər dilinə gəldi. Məlik və mə ədrəkə mə məlik. Ki, Malik, sən nə bilirsən Malik kimdir? Ətəlidun nisə mislə Malik. Qadınlar bir də Malik kimi birisini dünyaya gətirə bilərlərmi? Ki, bu şəhidlərimizin əvəz olunmayacaq. Bunlar əvəz olunmayan igidlərimizdir, mərdlərimizdir. Biz cəmiyyət olaraq belə övladları, oğulları itirdiyimiz üçün hüzünlənirik, kədərlənirik. Bunu kədərlə yad edirik. İkincisi, şəhidə ağlamaq ruhən şəhidə bağlılıqdır. Şəhidin qatillərinə qarşı içimizdə bir qəzəbin oyanmasıdır. Ki, biz o qatillərlə, o zalimlərlə heç zaman barışmayacağıq. Çünki onlar bizim bu cür mərd igidlərimizin qanının tökülməsinə səbəb olublar. Və üçüncüsü, şəhidə ağlamaq, ruhən şəhidə bağlanmaq, şəhidin o dənizində sanki dalğalanmaqdır. Bütün duyğularıyla, emosiyalarıyla sən şəhidə bağlanırsan və bu cəmiyyətdə şəhadət ruhunu həmişə diri saxlayır. Ki, hər zaman biz müqəddəsat üçün, Allahımız üçün, dinimiz üçün, vətənimiz üçün, torpağımız üçün, ana bacılarımız üçün, şərəfimiz üçün canımızdan keçməyə hazırıq. Bax, bu mənanı həmişə bizim içərimizdə şəhidlik, şəhidləri anmaq, şəhidləri xatırlamaq diri saxlayır. Ona görə də biz şəhidə ağlayarkən bu hədəfsiz ağlamaq deyil, hədəfsiz hüzün deyil, hədəfsiz qəm-qüssə deyil. Bunun içərisində böyük bir hədəflər var, böyük bir məsələlər var. Azərbaycan şəhidləri hər zaman bizim üçün əzizdirlər. Ta Azərbaycanın lap əsrin əvvəlindən 100 illər, 200 illər, 1000 illərdən bu yana kimi ki, xüsusilə biz yaşadığımız dövrdən danışırıq ki, 20 yanvar şəhidləri ki, ilk bizim müstəqillik dönəmində şəhadət məktəbinin başlanıcı oradan ki başladı. Birinci Qarabağ müharibəsi, ikinci Qarabağ müharibəsi, bütün bunlar bu 44 günlük müharibə və sonunda qələbəmiz, bunlar hamısı həmin o mərd igid övladlarımızın qanı bahasına, canı bahasına əldə olunubdur. Ona görə də biz onların qarşısında hər zaman məsuliyyət daşıyırıq. Övladları qarşısında məsuliyyət hissi daşıyırıq. Onların övladları qarşısında böyük məsuliyyətimiz var. Tək dövlət olaraq yox, xalq olaraq da, hər bir fərd olaraq da, insan olaraq da hər birimiz öz məsuliyyətimizi duymalıyıq, hiss eləməliyik. Qazilərimiz ki, bunlar da canlı şəhiddirlər. Çünki bunlar da o alovun içərisindən gəlib çıxdılar. Ki, qazilərimizə də eyni ehtiramı göstərməliyik, eyni hörməti göstərməliyik. Allah and verir izzət-i cəlalına şəhidlərimizi, şəhidlər sərvər İmam Hüseyin əleyhissalam və Kərbəla şəhidləri ilə məhşur eyləsin. İlahi, sağlamlığında çətinlik olan qazilərimizi tezliklə öz sağlıqlarına qovuşdur yine. İlahi, vətənimizi qoruyan əskər və zabitlərimizi yerin göyün bəlasından, düşmənin hiləsindən əmin amanda saxla yine.
İlahi dövlətimizi, millətimizi həmişə uca elə ginən, bayrağımızı bütün bayraqlar içərisində həmişə dalğalandır ginən. Bütün şəhidlərimizin ruhlarına Peyğəmbər və ali Peyğəmbərin uca məqamı üçün salavat zikr edək. Allah.